Cənubi Qafqazda sülhün mümkün ssenariləri beynəlxalq platformalarda müzakirə olunarkən bölgənin daxilində, xüsusilə də Bakıda baş verənlərin səsi nadir hallara eşidilir. Azərbaycanın daxili siyasi sistemi hansı problemlərinə üz-üzədir? İfadə azadlığın ciddi şəkildə nəzarət altında olduğunu, bir ölkədə vətəndaş cəmiyyətinin real rolu nədir? Qanunsuz saxlanan erməni əsirlərlə bağlı Bakının mövqeyi necə əsaslandırır və nəhayət Azərbaycanda Ermənistanla sülh danışıqları ətrafında ictimai konsensus varmı? Cəmiyyətin rəyi bu prosesə necə təsir edir? Bu suallar ətrafında Azərbaycanın jurnalist və hüquq müdafiəçisi Əmin Hüseynovla söhbətləşik. Əminəm ki, aldığımız bir sıra maraqlı müşahidələr Azərbaycan daxilindəki siyasi atmosferi və sülh perspektivi ətrafında formalaşan ictimai mövqeləri daha aydın başa düşməyə yardımcı olur. Salam cənab Hüseynov, müşahidə dəvətimi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm və suallara keçək. Hazırda Azərbaycanın daxili siyasi sahəsindəki ən mühüm çağırışlar və ya problemlər hansılardır və xüsusilə vətəndaş cəmiyyətin səsi ölkə daxilində hansı rolu oynayır? Hal-hazırda təəssüflər olsun ki, Azərbaycanda vətəndaş cəmiyyəti, müstəqil vətəndaş cəmiyyətini nəzərdə tuturam. Demək olar ki, ölkə daxilində sıradan çıxarılıbdır. Bir çox hüquq müdafiəçilər həbsxanalardadır. Müstəqil medialar susturulubdur. Vətəndaş cəmiyyəti qurumları o qədər də özlərini sərbəst hiss etmədikləri üçün demək olar ki, fəaliyyətləri iflic vəziyyətindədir. Azərbaycan bugün müstəqil müdafiə təşkilatları, vətəndaş cəmiyyəti qurumları daha çox mühacirətdə fəaliyyət göstərir. Çünki ölkə daxilində bir çox insanlar öz taleyinə görə narahatçılıq keçirdiyi üçün sadəcə ya ölkədən getmək, fəaliyyətini davam elətdirmək və yaxud ölkədə qalıb fəaliyyətini daha da aktiv yox, əksinə pasiv bir rejimə keçirməyin üstünlük tutur. Və əsirlərin barədə. Rəsmi Bakının erməni hərbi əsirlərin terrorçu adlandırması barədə mövqeyini necə qiymətləndirirsiniz? Halbuki beynəlxalq hüquq onların saxlanan mülki şəxs və ya hərbi əsir qəbul edilməsi tələb edir. Əvvəllər də qeyd etdiyim kimi, Azərbaycan müstəqil vətəndaş cəmiyyəti erməni əsirləri ilə bağlı hər hansısa belə deyək, mövqe bildirməyi belə real deyil. Çünki müstəqil QHT-lər susturulubdur. Qaldı ki, erməni əsilli əsirlərin taleyi ilə bağlı mən hüquq müdafiəçisi olaraq deyə bilərəm ki, millətindən asılı olmayaraq və yaxud peşəsindən asılı olmayaraq ki, sən hərbi əsirsən, jurnalist, adi bir vətəndaşsan, yaxud dindarsan, təəssüflər olsun ki, Azərbaycanın müstəqil məhkəmə sistemi yoxdur. Mən bunu deyə bilərəm əminliklə. İndi məhkəmə sistemi olmayan ölkədə hansısa araşdıra biləcək, xüsusilə də beynəlxalq məhkəmələrin dünya praktikasında ədalətli araşdıra biləcəyi cinayətləri Azərbaycan məhkəməsi mənim üçün, onu deyə bilərəm ki, məhkəmə deyilən bir şey yoxdur. Azərbaycanda heç bir azad məhkəmə sistemi deyilən qurum demək olar ki, fəaliyyətini göstərmir. Və ona görə də azad məhkəmə olmayan yerdə bu və ya digər qrupların, milli azlıqların və yaxud dindarların və yaxud erməni əsirlərin məhkəməsi ilə bağlı nəsə demək ən azından özüm o məhkəmələrlə bağlı deyə bilərəm ki, məhkəmə həmin hakimlər, inanmıram ki, bu prosesləri Azərbaycana hardansa ABŞ-dan hakimlər gətiriblər ki, və beynəlxalq
təcrübəli mütəxəssislər gətiriblər. Son 32 ildə bizim ölkədə demokratik dövlət üçün, müstəqil məhkəmə sistemi üçün ümumiyyətlə məhkəmələrin bu və ya digər şəkildə ədalət verib verməməyi mənim üçün böyük sual doğurur. Qaldı ki, erməni əsillərlə bağlı sırf mənim subyektiv fikrim budur ki, erməni əsirlərin erməni əsilli bu 22 yaxın sadaladığımız şəxsin məhkəməsi ilə bağlı. Birincisi, bu monitorinqi azərbaycanlılara müstəqil məhkəmə monitorinqini keçirmək şəraiti olmadığı üçün biz bu məhkəmə prosesini yalnız televiziyadan görmüşük və mənim üçün orada gördüyüm bir şey oydu ki, yəni heç bir yenilik, nəsə bir deyilən bir şeyi görmədim mən. Adətən bu tipli cinayətləri Azərbaycan yaxşı olardı ki, misal üçün, hansısa beynəlxalq tribunallarla əməkdaşlıq göstərir. Yugoslaviyada, misal üçün, bir-birlərini qarşılıqlı ittiham edəndə daha da olardı ki, beynəlxalq məhkəmə tərəfindən belə deyək, mühakimə olunsun. Əgər günahı varsa, günahı sübuta yetirilirsə, cəzasını almalıdır. Günahı sübuta yetirilirsə, ən azından azad və ədalətli məhkəməyə belə deyək, çatımlı əmin olunubdur. Azərbaycan hökuməti qərara gəlibdir ki, bu şəxsləri özü mühakimə edin. Yəni, bu onların seçimi idi və fikirləşirlər ki, belə deyək də, Azərbaycanda məhz həmin şəxslər, necə ki, siz deyirsiniz ki, terrorçu və yaxud başqa ittihamlardan ittiham ediblər. Mən hüquq müdafiəçisi olaraq bircə onu deyə bilərəm ki, bir, bu məhkəmələri monitorinqini eləməmişik, eləmək də mümkün deyil. Nəinki bu gün Azərbaycanda siyasi məhbusların məhkəmələrini monitorinqini çətinliklə etmək olur. Az sayı jurnalistlar ki, həmkarlarının məhkəmələrini müşahidə eləmək istəyirlərsə, onlar da atıblar. Mənim mövqeyim belədir. Əgər Azərbaycan məhkəməsi Azərbaycan jurnalistinə azad və ədalətli məhkəmə keçirə bilmirsə, başqa bir şəxslərə və yaxud cinayətlərdə və yaxud o dedikləri kimi terrorçuluqda ittiham elədikləri şəxslərə nə tər azad və ədalətli məhkəmə keçirəcəklər, şəxsən məndə suallar yaradır. Azərbaycanın ictimaiyyətin rəyi Ermənistanla sülh müqaviləsi ətrafında gələn danışıqlara nədə təsir edir və ya onların necə əks edilir? İctimai konsensus varmı Bakıda ya yox? Cəmiyyətin rəyi nəzərdə tutanda sözsüz ki, bu baş verən 2020-ci il, 2023-ci ildəki son cəbhədə olan müharibə fəsilləri bitdikləri üçün insanlarda nəhayət bu sülh sazişi imzalanması sözsüz ki, müsbət təsir, müsbət gözləntilər bununla var. Amma cəmiyyətin müxtəlif təbəqələri var. Misal üçün, cəmiyyətin təbəqələri var ki, onların ümumiyyətlə bu məsələ ilə heç bir mövqeyi yoxdur. Cəmiyyətin təbəqələri, misal üçün, beyni yuyulmuş təbəqələr, propaganda altında böyüyən nəsillər var ki, misal üçün, onlar illər boyu eşidirdilər ki, məsələn, ermənilərlə Azərbaycanlılar birlikdə yaşaya bilməz sülh şəraitində. Bu narrativləri biz həm Ermənistanda, həm Azərbaycanda illər boyu eşidirdik, son 25 ildə. Amma bugün hətta hökumət medialarında, bəzi hökumət yönümlü QHT-lərin yanaşmasında, misal üçün, mən indi Varşavadayım, həmin narrativləri açıq şəkildə ermənilərə qarşı nifrət hissini aşağı eşitmirəm. Yəni, var və
yenə deyirəm ki, bütün məsələləri Azərbaycan cəmiyyəti yox, Azərbaycanın hazırki dövlət başçısı İlham Əliyev həll edəcək. Yəni saziş onun tərəfindən imzalanacaq və normalda istənilən adamlara kəs istəməz ki, onun övladı müəyyən belə deyək də, gərginlik nəticəsində qonşu ölkə ilə gərginlik nəticəsində getsin müharibədə dünyasını dəyişsin. Bu gün həm Ermənistanda, həm Azərbaycanda minlərlə insanlar, xüsusilə də gənclər, hərbi xidmətdə olan gənclər öz həyatlarını itiriblər. Və ən azından insan həyatı və insanların, xüsusilə də gənc nəslin gələcək taleyi cəmiyyətin bütün normal təbəqələrini maraqlandırır. Yəni heç kəs istəmir ki, müharibədə belə deyək də, yenə də növbəti qurbanlar verilsin. Ölkədə ən azından hətta sadə insanlar da başa düşürlər ki, əgər sülh və əmin-amanlıq gəlib çıxacaqsa, bəlkə də bu insanların ənənəvi həyatına bu və digər şəkildə müsbət təsir eləyəcək. Çünki ən azından Ermənistan, Azərbaycan və yaxud Gürcüstanla bu Cənubi Qafqazda 3 ölkə arasında yeni iqtisadi əlaqələr yaranması, Türkiyə, Azərbaycanla Ermənistanın iqtisadi əməkdaşlığın gücləndirilməsi istər-istəməz hər bir tərəfə, həm Ermənistana, həm Azərbaycan, həm Türkiyəyə və Gürcüstana da sözsüz ki, yeni investisiya imkanlarının yaraldılmasına gətirib çıxaracaqdır. Bu nə vaxt baş verəcək? Azərbaycan tərəfindən deyə bilərəm ki, hər şey ondan asılıdır ki, böyük dövlətlərin siyasi iradəsindən, xüsusilə də bugün ABŞ-ın və Prezident Trump'ın siyasi mövqeyi və iradəsindən asılıdır. Amma Ermənistan və Azərbaycan rəhbərlərinin də yanaşmasında müəyyən dəyişiklik hiss olunur və ötən həftə Nikol Paşinyan Strasburqda Assambleyasının qarşısında deyibdi, Azərbaycan Ermənistan arasında gələcək sülh sazişinin imzalanması ilə bağlı mövcud reallıqları müzakirə eləyibdi. Paşinyana çoxlu suallar veriblər. Hətta bir İngiltərəli Zəngəzur dəhlizi kimi sual verib ki, buna mövqeyiniz nədir? Paşinyan isə deyib ki, artıq Zəngəzur dəhlizi yox, Trump dəhlizi var. Bu dəhlizin adını həm Azərbaycan siyasi rəhbərliyi, Ermənistan siyasi rəhbərliyi qəbul edir. Trump Road for International Peace and Prosperity adlanır və tövsiyə edilib İngiltərəli deputata ki, bundan sonra bu yolu və bu təşəbbüsü məhz TRIP kimi adlandırsın. Yəni artıq görsənir ki, ABŞ-ın vasitəçiliyi ilə getsəz, həm Ermənistan və Azərbaycan rəhbərliyi tərəfindən ciddiyə qəbul olunur və biz bundan qabaq da daha çox prosesləri izləmişik və heç vaxt tərəflərin bu qədər yaxınlaşmasını, sülhə yaxınlaşmasını görməmişik. İndi yenə də hər şey asılıdır siyasi iradədən. Və müşahibə üçün çox təşəkkür edirəm, sağ olun. Və əlaqədə olaraq